Salam. Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Baxın, belə bir küçədə sizə 5 sotun içərisində inşa olunmuş bir ev təqdim edəcəm. Əşyalıdır. Hal-hazırda bir-iki də əşyalar qalıb, onları da inşallah gətirəcəklər, yığacaqlar yerini. Ev sahibi dedi ki, gözləyək bərsən. Dedim, yox, mən çəkim, paylaşım. Onsuz siz dediyiniz şeylər gəlir sabah bir gün. Mən hal-hazırda Mərdəkanın tam mərkəzindəyəm. Baba Əliyev küçəsi 181 nömrəli məktəbin yaxınlığı. Tam 4 fəsil yaşamaq üçün nəzərdə tutulmuş bir küçədə. Sağ olsun qonşular, baxın, bax, bu mərkəzdə belə bir dayanacaq saxlayıblar maşınları saxlamaq üçün. Yaşıllıqdır, burada olan ab-havadır, nə bilim, çox qəşəng, quşların səsidir, çox gözəl bir ərazidir. Ev də qəşəng inşa olunub, qazı, suyu, işığı, interneti, bütün kamera xəttləri hamısı var, daimidir. Sənədlər paket kupçadır, torpağın da, evin də kupçası var. Mən özüm bilə-bilə darvazanı belə açıq qoydum. Dedim ki, tam mərkəzdən gələrəkdən birbaşa həyət görünsün, həyətin içərisində olan genişlik görünsün, parking sahəsindən, dayanacaqdan birbaşa həyətə giriş görünsün. Həyətə ümumi həyət darvazasına içəri keçən kimi sol tərəfdə bizim aşma filtrli hovuzumuz var. İsti xəttləri hamısı çəkilib, hazırdır. İstədiyiniz vaxtı bu isti hovuz da ki, son zamanlar dəb düşüb, hamı eləyir. Çünki eləmək lazımdır. Elə inşallah gələcəyinə sahibinə baxar. Özünə necə uyğundur, elə bir istifadə üçün nəzərdə tuta bilər. Evin yan hissəsidir, arxa hissəsidir. Bütün drenaj sistemləri çəkilib, evin arxa hissəsində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Bura valideyn yataq otağıdır, birbaşa bura baxır, yaşıllığa baxır. Mən özüm bilərəkdən pəncərəni, pərdəsini açıq qoymuşam. Bura mətbəx otağıdır, mətbəxdən də birbaşa hovuza, yaşıllığa, görüntüsü var. Evin qarşısıdır, gözəl bir işıqlandırması var. Yerdən, həm divarlardan. Bu hissədə yayqış mətbəxi inşa olunub, döşəməsi isti döşəmə ilə təmir olunub. Daxilində mətbəx mebeli yığılıb, su hövzəsi qoyulub, qaz sobası çəkilib, qaz qoşulub, aspiratoru, cam balkondur, ön hissə və yan hissə. Həyətdə manqal inşa edilmədiyi üçün bir dənə kiçik bir barbekü aparatı alıb qoyublar həyətə. Darvaza, onu da sizə bildirim ki, avtomatik olaraq pultla təchiz olunub. Qonşular, maşallah, həyət heç bir yerdən görünmür. Bu hissə isə qonaq otağıdır. Evin yan hissəsi, evin buranı da göstər, düz axıra qədər yaşıllıq bir ərazisi var, geniş bir yaşıllığı var. Qiymət 520 min manatdır, start olaraq, başlanğıc olaraq 520 min manat. 180 kvadrat yaşayış sahəsi, ümumi tikili isə 200 kvadratdan yuxarıdır. Mərdəkanın tam mərkəzində sizlərə belə bir gözəl evin daxilində keçirəm təqdim eləmək üçün. Bu ev bizim əmmimizin evidir. Bu evin sahibi bizə əzizdir. Dəyərli izləyicim, xətrini çox istəyirik. Buranın təmiri gedəndə belə məni çağırmışdı. Burada bəzi fikirlərimiz olub həyətdə. Sağ olsun, mənim fikirlərimə necə deyərlər, rəyat edib, dediyim şeyləri yerinə yetirib, müştərilərin istəyinə uyğun olaraq istəmişdik bu şeyləri. Geniş dəhlizdir, çox geniş, böyük bir dəhlizdir. Dəhlizdə belə bir dolab yığılıb. Bu dolabın arxası evə girişdən sağ tərəfdə həyətdə göstərmişdim. Qonaq otağıdır. Sizə bildirim ki, bütün masalar hamısı gələcək. Oturacaqlar falan hamısı gələcək inşallah. 2 hissəyə bölünüb, bura yemək masası yerləşdirən bir ərazi. Bu hissə isə Twistendlə birlikdə istirahət ərazisi. Jurnalisi falan, stolu hamısı gələcək. Hamısı. Dedi çəkmə, dedim yox, çəkim paylaşım. İnşallah onsuz onları siz qoyacaqsınız yerinə. Keçək bu hissəyə. Bura mətbəx otağıdır. Mətbəx otağının belə bir cam balkon, qara şüşə ilə ayırıb dəhlizdən. Mətbəx mebeli yığılıb. Buranın işıqlandırması var. Niyə yanmır? Neynə ev yoxdur. Birbaşa hovuz hissəyə. Özüm bilərəkdən pərdəni çəkmişdim. Görünsün. Valideyn yataq otağı. Burada da pərdəni mən özüm çəkmişəm. Yataq otaqların üçünə də baxmışam. Hamısı genişdir. 20 kvadratdan çoxdur. Bax, görüntü, yaşıllıq, hovuz, yataq otağının görüntüsü möhtəşəmdir. Çək bunu o tərəfə. Bu yataq otağının daxilində sanitar qovşağı var. Valideyn yataq otağında.
Buralar yandırdım, yəqin qoşulmadı. Qoşacaqdım onlara, qoşulmadı, yanmadı. İnşallah son tamamlanma işləri gedir. Onlar da hamısını qoşacaqlar. Bax, görsən bu yataq otağı da genişdir. İstənilən dolabı falan yığmaq olar. İkinci yataq otağı. Tam Mərdəkanın mərkəzində. 181 nömrəli məktəbin yanında. Baba Əliyev küçəsi gedir əslində bura. Üçüncü yataq otağı, baxın genişliyə. Diyan Elvin bir dənə mən keçim içəri bir şey göstərəcəm. Mən bayaq hovuzun yanından dedim, qoy buradan göstərim. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Baxın, o buradadır. Düz arxadan gəlirsən, rahatçılıqla buradan istifadə eləmək olur. Hovuzun yanında duşu var, ayaq yolusu var, bütün unitazı. Burada da otaq böyükdür. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Burada da ki, çamaşırxana. Bu dayanacaqdan mən əl çəkmək istəmirəm Elvin. Çox qəşəngdir, çox gözəl. Əla inşa olunub. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və like eləməyi unutmayın.